Bəzən 400 100 hərəkət edir. O gedənlər ki var, oradakı sonra onu yarı yolda bıraxırlar. İmam Hüseyin İslam gələnə qədər bilirdi ki, şəhid olacaq. Peyğəmbərin qucağında olan yox. İki dənə bir rəvayət gördüm bu yaxınlarda ki, İmam Hüseyin İslam ora çatanda hələ Peyğəmbər sallallahu o öncədən dediyi məsələ var, o barədə deyib bilmirdi. Ki, ona görə ki, məsələ nəyə gətirirlər ki, deyir, o bilsəydi, bəs o qədər adam ki, getmişdi. Öncədən onlara deyərdi. Çünki onlar şəhid olacaqsınız. Onlar elə dayandılar ki, şəhiddik. Onda dala qayıtdılar. Səhv fikir. Hələ hamı bilirdi ki, nə olacaq. Çünki İmam Hüseyin Əsəlam bu dərsdən qabaqçı dərsimizdə olsaydı, təslimin şərtləri var. İmamın o təslimiyyətini izah elədi. Biz yox idi. Siz oldu. İnternetdə var. Var, qoyulubda, bir də ona baxarsınız, sonra təzədən qayıdar o məsələ. Bax, diqqət edin, bax, etirazlar ki, məsələn, olunur ki, niyə Aşura, niyə İmam Hüseyin, niyə filan. Bax, məsələn, biz görürük ki, Həzrət Əli əleyhissalamın şəhid olacağını Peyğəmbər qabaqcadan bilir. Hətta necəliyin də deyir ki, saqqalını göstərir, deyir, bu başın qanına boyanacaq. Tamam, öncədən deyir. Amma oturub yas qurmur. Meysəmdə də olur, Musa Aleyhisselam Meysəmdə deyir. Oturub yas qurmur ki, sən bu niyə belə edirlər axı səni? İlk İslamı qəbul edən, Quranı bütöv şəkildə yazan, filan, niyə səni bu günə qoysunlar? Yox, belədir. Amma İmam Hüseyin, məsələn, Fatimə Zəhra xəbər verir ki, Peyğəmbər, ilk mənə qovuşan sən olacaqsın. Yenə də ağlamır, əksinə gülürlər. Bir söz deyir, səbir. Və o ona deyir, buna deyir, yox, bir dənə İmam Hüseyinə çatanda, bir dəfə yox, Ümmü Sələmənin yanında, eyni hadisə təkrar olur. Ayşənin evində, eyni hadisə təkrar olur. Həzrət Əlinin evində, eyni hadisə, Hüseynə çatanda yas qurulur. Peyğəmbər yas qurulur. Allah Quranda bilir ki, ma'atəkum rəsul fəxulu, Peyğəmbər gətirəni götürür. Peyğəmbərin gətirdiyi işlərdən də biri budur. Yəni, biz Quranı deyirik ki, deyək ki, yox, mən də Quranda göstərdirəm ki, Allah desin ki, Hüseynə yas saxlayır. Sən özün mənim gözümü çıxardırsan ki, hədis, hədis, tamam. Hədisin deyir ki, Peyğəmbər dəfələrlə Hüseynçin hələ şəhid olmayıb yas qurur. Şəhid olandan sonra Peyğəmbərin yenə yas qurması var. Bəli, Ümmü Sələmənin yuxusuna girir və yuxusunda hələ yasın şiddətli forması Peyğəmbər göstərir. Yuxu ilə yas olar, saxla. Biz sünni və şiyi. Buxaridə və Kafidə mənim dərsim var. Peyğəmbər yuxuda görüldüsə, o elə odur, amma şərtləri ilə. O dərsdə var. Deməli, Peyğəmbər 61 ildən sonra da ağlayıb İmam Hüseynə. Peyğəmbər İmam Hüseyin qucağında da olanda oturub ağlayıb. Amma o birisilər üçün eləmir. Əhəmiyyətli, mühümdür. Məsələn, Əmmar üçün. Allah ondan razı qalsın. Əhl-i Beyt də razıdır, o tərəfdə razıdır. Və Peyğəmbər onda təqtülü kəfiyyətül bağıya, səni öldürəcəklər, sən onları cənnətə dəvət edəcəksən, onlarsa səni cəhənnəmə. Bu hissəni gizlədirlər adətən. Kim? Onlar səni cəhənnəmə dəvət edir. Onlar kim? Muaviyə və onun qoşunu cəhənnəm carçısıdır. Müslüm Buxarinin hədisi ilə, amma gizlədirlər. Bu hədisi var. Bəli, açıq-aşıq. Ümumiyyətlə, bütün İmamlar imamlar gizlədirlər də, gizlədirlər. İndi siz mənə yazarsınız, mən kitabdan çəkib ataram. Deməli, Əmmara şəhid olacağını öncədən xəbər verir, amma oturub ağlamır. Nə içəcəyi zad olar demirəm də, əsas yerində dayanıram. Amma oturub ağlamır. Qızına deyir, ağlamır. Kürəkəninə deyir, ağlamır. Əmmara deyir, ağlamır. Ona deyir, ağlamır. Hüseynə çatanda o Cəbrail əleyhissalamı ki, xəbər gətirir, ümmətün öldürəcək. Xanım Fatimə də soruşur, niyə ağlayırsan? Və İmam Hüseyin şəhid olandan sonra da Peyğəmbər belə deyək də şəhidlərin qanını yığır hətta. Hədisin içində belə bir şey var. Peyğəmbər demirsən ki, mən sünnəyəm, mən Peyğəmbər sünnəsi, gəl gedək də. Allah Quranda demir, Peyğəmbər gətirdiyi götür. Sən Quranilərlə bəhs edəndə bu ayəni gətirirsən də, hədisin
etibarlı olması üçün Peyğəmbər sizə nə gətirdisə onu gətirdiyin götürün də. Niyə götürmürsün? Hə, sərf eləyəni götürəcək, yox. Sərf yox. Xilafət qəbul eləyəni götürəcək, xilafət qəbul eləməyəni götürməyəcək. Biz bu gün Allah bizə ibət olsun. Üstad